ki biz bugün Sarıçalı İyimiz Aile Seçim Mentekesi'nde oldu. Seçim feyallığı yüksek seviyede gördük ve seçim mentekesi kaderi kanunda çok güzel yüksek feyal adamdı. Ve orada bir tasarruf öğrendik deyip seçili olan müşahedecileri, gelen feyalların, yani nahara gelişen insanların kömeği nahar verilmesi, mübareye yüksek seviyede rabıta koşuyanın reisinin adını Salman bizim Salman Sakir. Normal Salman. Böyle. Bizim için de bu çok manaklı halde, yani bu seçim feyallığına nail olmak, yani insanlara gayrı göstermek, çok yakışın netice göstericidir ve prezident seçkilerinde insanların ruh yükselen kendini. Ümumilikdə belə bir şey deyil də, həmişə rabitə, bütün seçkilərdə, o cümlədən prezident seçkilərində həmişə rabitə xüsusi əhəmiyyət olur. Yəni, bu günlərin tək bu gün yox, artıq biz bu proses ki, start veriləndə seçkilərə rabitə Nazirliyi tərəfindən və bütün tanıma texnologiyaları Nazirliyi tərəfindən xüsusi olaraq qrafik tərtib olunmuş və bütün Respublika üzrə, Bakı Telefon Rabitə İstehsalat Birliyi üzrə bütün seçki məntəqə və dairələrin telefonla təmin olunması və rabitənin dayanıqlığını təmin edilməsi haqqında xüsusi göstəriş edilmişdir. Bildiyiniz kimi, bu günlərində digər rayonlarda olduğu kimi Sabunçu rayonunda, o cümlədən bizim xidmət edədiyimiz sahə var ki, Suraxanı rayonu arasında və ümumilikdə 53 məntəqə web kamerayla təmin olunmuş və eyni zamanda da digər 194 məntəqə ümumilikdə telefonla təmin olunmuşdur. Və ona görə də yəni bu günlərində bütün rabitəçilər, yəni digər əvvəlki günlərdə olduğu kimi bu günlər rabitəçilər yəni operativ olaraq yəni bütün məntəqələrin telefona olan tələbatını ödəmək, o cümlədən də web kameraların dayanıqlı işləməsini təmin etmək üçün bütün Qovşan kollektivi yəni iş başındadır. O ki qaldı dediyiniz Sabunçu rayonunda fəaliyyət göstərən 19 və 20 sayılı məntəqənin fəaliyyətinə, yəni əslində bizim Qovşağın yerləşdiyi ərazi eyni zamanda bu məntəqənin ərazisinə düşür. Burada da bizim çox sayılı rabitəçilərimizin əksəriyyəti Bakıxanov qəsəbəsi sakinləridir. Əsasən deməli Xəlil Eldarov küçəsidir. Sonra Şamil Kamilov küçəsidir. Eyni zamanda bu küçədə yaşayan vətəndaşlarımız, yəni rabitəçilərimiz bir vətəndaş kimi həmin məntəqələrdə səslərini verdilər və digər baxımdan kollektivin gücü sayəsində biz eyni zamanda həmin məntəqədə daha çox operativliyi təmin etmək məqsədilə əhalinin telefon zəngləri vasitəsilə sadəcə olaraq seçkiyə dəvət olunmasını təmin edə bildik. Yəni bir vətəndaşlıq borcumuz ki, bu günlərin 9 oktyabr prezident seçkiləri günündə xahiş edirik, hər kəs seçkidə fəal iştirak eləsin və sevindirici haldır ki, yəni buna biz nail ola bildik və insanlarımız da buna çox fəal, yəni sakinlərimiz də fəal yanaşdı və bu gün də mən də bir Qovşağın rəhbəri kimi sadəcə olaraq məntəqədə olan fəallığı alqışlayıram və eyni zamanda əhalinin necə bu seçkilərə fəal yanaşdığının şahidi olduq və yəqin ki, hər kəs öz səsini verdi və hər kəs öz seçimini elədi və mənim üçün ən vacib olan məsələlərdən biri odur ki, seçkidə insanların fəallığı olmalıdır. Yəni, hər bir Azərbaycan vətəndaşının konstitusiyon hüququ var ki, seçilmək hüququ var və biz insanlara çalışdıq ki, çatdıraq ki, hər kəsin seçilmək hüququ və seçmək hüququ var və bu hüquqlarından çalışdıq ki, onlar istifadə eləsin və əminəm ki, və gördüyüm müşahidələr onu göstərdi ki, insanlar artıq 5 il bundan qabaqki, 10 il bundan qabaqki dövr kimi yanaşmırlar. Hər kəs öz hüquqlarını bilir və seçkilərdə fəal iştirak edirlər. Bu da bir Azərbaycan vətəndaşı kimi məni çox sevindir. Normalde biz müşahede edirik ki, yani bu Sabunçu rayonunun
telefon qovşağının xüsusi vəsaiti hesabına seçimdə iştirak edən müşahidəçilərə nahar verir. Bu bir insan kimi və yaxud bir sadə vətəndaş kimi, ya idarə rəisi kimi. Yok, sadece olarak bir şey diyeyim ki ümumilikdə bilirsiniz seçkinin keçirilməsi və seçkidə ister məntəqələrdə iştirak edən. Yani bu insanlar, yani bizim belə demezdim ki bizim idarənin vəsaiti hesabına, nə bilim nə hesabına, yani sadece olarak onlar üçün ümumilikdə MSK tərəfindən yüksək səviyyədə, yani onların nahar yeməklərinin təşkil olunması, ümumilikdə yani onların bu gedən seçki prosesində yəni hər kəsin daha fəal olması üçün müvafiq şərait yaradılmışdır. Sadəcə olaraq biz sabunçu telefon qovşağı olaraq biz əsas diqqəti yönəltdiyimiz məqsəd yəni onların dayanıqlı rabitənin təmin olunması. Və biz də çalışdıq ki, öz vəzifəmizi layiqincə yerinə yetirə bilək və buna da fəxr edirik ki, bu günlərin bütün respublika üzrə rabitə sahəsində heç bir problem yoxdur. Çox sağ olun, minnətdarıq.